Qarabağda faydalı yataqların qanunsuz istismarına və ekoloji terrora qarşı Azərbaycan qeyri-hökumət təşkilatları fəallarının dekabrın 12-sindən start verdiyi aksiya artıq 24 gündür davam edir və ötən günlərdə olduğu kimi elə bu gündə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlı kontingentinə məxsus nəqliyyat vasitələrinin keçidinə şərait yaradılıb. Ekofəallar aksiyaları gecə də davam etdirirlər. Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarına və bundan irəli gələn ekoloji fəsadlara qarşı aksiya davam edir. 24 gün davam edən aksiyada müxtəlif növ nəqliyyat vasitələrinin keçidinə şərait yaradılıb. Bu səhərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 3 avtomobilin keçidi təmin olundu. Növbəti saatlarda isə sülhməramlara aid ondan artıq nəqliyyat vasitəsinin maneəsiz keçidi baş tutdu. Aksiyaların 24-cü günü, 24 gündür şüarlar dəyişmir, tələblər dəyişmir. Əslində zaman keçdikcə aksiya iştirakçılarının dinc mübarizəsi daha da qətiyyət alır. Ekoloji təbiət qoruyacaq bu millət. Ekoloji təbiət qoruyacaq bu millət. Azərbaycan ekoloji, sağ ekoloji. Ekoloji təbiət qoruyacaq bu millət. Tələblərimiz odur ki, ekoloji cinayətə son verməkdir və biz tələblərimiz yerinə yetirənə qədər də buradayıq. Biz neçə günlərdir ki, burada əzmkarlıq göstəririk. Könüllülər adından demək istəyirəm ki, bütün dünya bizim səsimizə səs versin. Ekoloji terrorla mübarizə aparaq. Oğlanlı, qızdı, hamımız bir yumruq ətrafında birləşmişik və bir dənə məqsədimiz var. Öz torpaqlarımızda, öz vətənimizdə ekoloji terrorun qarşısının alınması, ekoloji cinayətə son qoyulması. Havanın soyuqluğundan və vaxtdan asılı olmayaraq ekoloji terror əleyhinə etirazlar gecə saatlarında da keçirilir. Ekofəallar müxtəlif dillərdə şüarlar səsləndirərək qanunsuz istismarın dayandırılmasına çağırış edirlər. Yüksək əhval-ruhiyyə ilə, böyük qürur hissi ilə biz bu aksiyanı davam elətdiririk və növbəti bizim istəklərimiz yerinə yetirilənə qədər bu aksiya davam edəcək. Əhval-ruhiyyəmiz hər zaman yüksək səviyyədədir. Çünki biz dövlətimiz üçün buradayıq və Azərbaycan üçün əlimizdən gələn hər bir şey etməyə hazırıq. Təbii sərvətlərimizin talanmasının qarşısı alınsın. Bizim tələblərimiz yerinə yetirilənə qədər biz burada aksiyamızı keçirməyə davam edəcəyik. Havanın şaxtalı olmasına baxmayaraq bizim aksiyamız davam edəcək. Ötən il dekabrın 3-də və 7-sində Azərbaycanın bir sıra dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqlarda monitorinqi baş tutmayıb. Bunun ardınca Azərbaycanın qeyri-hökumət təşkilatlarının fəalları yataqların qanunsuz istismarına Şuşa-Xankəndi-Laçın yolunda aksiyaya start veriblər. Ekofəallar tələblər yerinə yetirilməyincə etirazları davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Elşad Heydərov, Rüstəm Mikayılzadə, Rauf Məmmədov, AzTV xəbər.